Deməli, salam əziz izləyicilər, abituriyentlər və müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün artıq biz bu gecə üçüncü bir sınav çəkirik. Bu Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün dərc etmiş olduğu 20-li sınav toplusundan 15-ci sınavdır. Bu ümumi sınavdır. 8-ci isə sual nömrə 1, 8-ci hissəsində ən kiçik 4 rəqəmdir. Bu 100 ətəyində 8 ədədidir. Və 16 hissəsində ən böyük 2 rəqəmli. Rəqəmləri müxtəlif deməyib deyə belə. Bu 8-in kubudur. Yəni 512-dir. Bu da 16 kvadratı çıxılsın 1, yəni 255-dir. Bu ədədləri cəmləyəndə edir 767 ədədi cavabı var. RGB rəng modelində kodlaşdırılmış təsvir piksellərinin sayını 2 dəfə azaldıb. Okey. Deməli, rənglərini 12 bit olan payda kodlaşdırıldı da. Gəlin baxaq. Deməli, V qrafiki faylın həcmi ə, piksel sayı və bir pikselin həcminə hasili ilə müəyyən edilir. Deməli, piksel sayı 2 dəfə azalıb. Bu na x 2-də 1. RGB-də rənglərinin 24 bitdir. Sonrakı vəziyyətdə isə, yəni bu əvvəlcə belə deyək, 2-də 1 əvvəlcə buna x-dirsə, belə deyək. VP 24 bit idi əvvəlcə. Bu da x idi, bilmirəm. İlkin vəziyyətdə, yəni 24 x vurulsun 24 bit olub. Sonra piksel sayı 2-də 1 x-a düşüb və rəng dərinliyi də düşüb 12 bitə. Bu səbəbdən dolayı bu da olub x vurulsun 6 bit. Belə deyək. Belə çıxır ki, onda V qrafiki faylı əvvəlcə həcmi hər hansısa bir A ədədi idisə, bunların da nisbəti bizə göstərir ki, 4 dəfə azalıb. İndi isə olub 4də 1 A. Okay. Və azalma nisbət fərqi 4də 3A qədər olub. Bizdən deyib ki, 4də 3A 602 baytdır. O zaman A, əgər 4də 3A 602 baytdırsa, o zaman 4də 3 600-ü 4də 3-ə 600-ü 4də 3-ə vuranda, ya düz demirəm, 4də 3 böləndə, vuranda niyə? Böləndə edir 800. Yəni, əvvəlcə 800 idi. 4 dəfə də azalıb olur 200. Belə çıxır ki, cavab 200 kibaytdır. Sonraki həcmini soruşmuşdu. Biraz səliqəsiz yazdıq. Davam edək daha sonra. Deməli, burada cavab oldu nə? 200 kilobayt. Yəni, ikinci sual Y variantı doğru. 33 səhifəli sənədin cüt səhifələrin hər birində bu qədər piksel var. Cüt səhifəsinin sayı 16 dənədir. 16 səhifənin hər birində deməli 1024, yəni 210 vurulsun 3 vurulsun 208, yəni 768-i 3 vurulsun 208 kimi yazıq. İbarət 128 rəng sayıları, yəni 7 bitlik var və ə, vuranda bunun informasiya miqdarı belə edər. 3 vurulsun 7, 21. 21 vurulsun 16 küstü 4, küstü 10, 4, küstü 22, küstü 22 bit. Okey. Bu küstü 22 bitin deməli 21 küstü 22 bitə vuranda bizə vahid nə ilə deyib 2 baytdan soruşub. Ona görə yavaş-yavaş 2 bayta keçək. Deməli bu 21 vurulsun eder 21 vurulsun küstü 19 byte, o da eder 21 vurulsun küstü 9 byte, o da eder deməli yukarıda vurma əməliyyatı icra edək. Deməli 500 205 sonki, yəni 209 5 sonki olduğundan 21'e vurursan bir dənə 5 sonkini bir də 1024'ü belə yazsam olacaq 10.754. Bu bunun qrafik hissədir. Bunun üzərinə gələcək digər hissəni. Baxaq. Digər səhifələrində isə Unicode kodlaşdırır. Yəni 17 dənə səhifə var. Kod kodlaşdırılması
standartı ilə kodlaşdırılmış ümumi 3072. Hə, deməli onda bu 17-nin bir önəmi yoxdur. Əgər ümumi söz olmasaydı, onlarda 17 vurulsun, 3072 vurulsun, yəni 3072 ni belə yazaq. 3 vurulsun 2 üstü 10 vurulsun 2 bayt. Bu da ederdi. Bizde ne kadar ederdi? Bu 6 vurulsun. Bu ederdi 102 kibayt. Ama bizden ümumi deyib diye bu olmur. Ne olur? 3072 vurulsun 2 bayt. Bu da bize verir 6000 144 byte. Bu da edir 6 kibayt. Yani eğer ümumi sözü olmasaydı 1754'ün 1752 1754 nedir? 1752'nin üzerine gelerdik. E, Nedir burada? 102 alardıq 100 10.700 10.854, yəni olardı cavab A variantı. Amma indi o qədər deyil. Nədir? 10.752 üzərinə gəlinsin 6. Bu bizə verəcək 10.758. Yəni 3-də doğru cavab B variantı oldu. Bir daha deyirəm. Buna səbəb ümumi. Desək ki, digər səhifələrindənin hər birində isə digər səhifənin hər birində bu qədər var. Onda olar cavab A variantı. Keçək növbəti suala. Dördüncü sual. Çünki hər biri ayrı anlayışdır. Yəni hər ədədi də vurmaq lazım deyil. Ə, belə bir şey var. Baxaq. Deyir ki, Adil və Ziya olimpiyada görə şifa edə bilirikmi ki? Ə, Oy, deməli, fənədə bir şey. Adil və Ziya olimpiyadada birinci yer tutmayıblar. Baxaq. Yox. Şifahiyə girmədi. Baxaq. Bu sual nereden qalıb? Yəqin bundan əvvəlkindən qalıb. Ardıcıl çəkirik deyə. Ctrl V. Ctrl D kız. Keçdik. Ctrl V. Davam eləyək. 4 dost var. 4 dost var deyə biz 5-in 5-ə çəkdik. Deməli, fizika, biologiya, kimya, okey. 4 dostlar kimlərdir? Adildir, Ziyadır, Nəzakətdir, sonra Kamildir. Daha sonra fənlər biodur, infdir, fiz var və riyaziyyat var. Okey. Nə deyir bizə? Baxaq görək. Deyir ki, Adil və Ziya olimpiyadada birinci yeri tutmayıblar. Adil və Ziya olimpiyadada birinci yeri tutmayıblar. Okey. Mhm. Adillə Ziya birinci yeri tutmayıblar. Mütləq doğrudur deyir. Riyaziyyat olimpiyadasına gedən şagird olimpiyada qalibidir. Bunlarla bu birincidir. Deməli, Adillə Ziya burada deyirlər. Kamil informatikadan birinci yeri tutub. Mhm. Kamil informatikadan birinci yeri tutub. Kamil bir, informatika bir. Yanlışları burada aşağıda yazırıq. Belə çıx. Hərəsinin birinə getdiyini nəzərə alsaq, o zaman riyaziyyata gedib nəzakət və belə. Nə deyib? Hazırdır. Adil fizika olimpiyadasında iştirak edib. Bunu deyə bilməliyik, bu təxmindir. Ziya biologiya olimpiyadasında iştirak edib. Bu da təxmindir. Nəzakət biologiya olimpiyadasında birinci yer tutub. Nəzakət birinci yer tutub, amma riyaziyyat olimpiyadasında bir təmiz yanlışdır. Ziya fizika olimpiyadasında iştirak edib. Bu da təxmindir. Nəzakət riyaziyyat olimpiyadasında iştirak edib və birinci yer olub. Yəni dördüncü sualda Y variantı doğru cavabdır. Qayıtdıq 4-ə cavabı Y seçdik, keçdik. Evet, A və M əsasında ən qısa yolun uzunluğu. Deməli, baxırıq, bəxtimizdən sual da deməli, ə, adi qrafdır. Ən qısa yolu tapmaq üçün lazım olacaq ən belə deyə rahat bir şey. Bunun uyda nə qədər yol var burada? Çox da yol. Okey, nəysə. A-dan F-ə direkt 8 görürəm. 8-dən kiçiyini görsəm götürərəm. Şifahi eləməyə çalışacağam. Deməli belə A-dan B-yə. Bunu əslində həmişə biz ağac çəkirik.
A-dan C-yə 3. Baxaq. C, yəni A, C, Y yolu görürük. 3 və Y yox. A, C, F, F, F. 3 3 bu 3 3 6 verir. Yəni artıq bunlardan kiçik cavablar var. Baxaq görək daha qısa mümkündürmü? Daha qısa mümkün olmaq üçün F-ə gələcək ə, yollara diqqət edirəm. 8 3. Deməli F-ə bununla gəlmək mümkün olar. Daha qısa olsun. Qısa olması üçün də C-yə yox B-yə gedər. Amma A-dan B-yə 1, B-dən Y-yə B'den yalnız Y var diye 3 artık var diye 2 plus 1 3 var diye Y'den artık F'e 11 B olur. Y'den B'ye gelmeyeceğim. Y'den A'ya gördüğümüz gibi olmur. Elə cavab onda 6 olur. Tətbiqi proqram təminatına aid olanları seçin. MacOS əməliyyat sistemidir. Oracle verilənlər bazasıdır. Bu okeydir. Paint qrafik redaktordur. Raster və ən sadələrindən biri. Antiviruslar xeyr. Sistem proqram təminatına aiddir. Open Office Impress bəli. Bunu da seçirik. 2, 3, 5 cavab Y variantı 6-cı sualda doğru cavab. Xidməti klavişlərə aiddir. Xidməti klavişlər deməli F5 dəqiqdir ki bu funksionaldır. Bunu çıxdıq. Baxın 4'ləri çıxdıq. İndi bax. Home and kursoru idarə edəndir. Home-la end. Bu səbəbdən dolayı deməli nə deyirdik? Bu səbəbdən dolayı bir dənə üçün silirəm. Deməli, Home kursoru idarə eləyəndə 2 ilə 5-i də çıxdıq. Dəqiqdir ki, cavab 1-3 qaldı. 7-ci sual D variantı. Inter barəsində mən ə, fərqli şeylər düşünmək olar, düşünmürük. Okey, verilənlər bazasına zədvara. Aha, like A bu çox sevindirdi. Like A, like olmalıdır burada, bəli. Bu nədir? Eyni bir sətirdə olduğundan bu sorğuların şərtləri belədir. İnformatika nədir? Aha. Deyir ki, adında A soyadın field ad soyad. Ad soyad deyə bir sütun belə bir şey ola bilməz. Belə bir şey ola bilməz. Verilənlər bazasının tamlığının pozulmağıdır. Bu normativ forma. Neysə. Adında və yaxud soyadında A gedəndir. Çünki bu sütunda. Bunlarla kəsişdirilir. İnformatikadan 85 plus olan, 85-dən böyük olan daha doğrusu. Bu 85-dən böyükdür informatikada. Bu çıxdı, bu da çıxdı. Adında Seymur Vəliyev ehtiyac tutdu. Şakir Hacıyevdə var. Əli Əliyevdə yoxdur. A hərfi gəldi nə? Şakir Hacıyev və Malik Mikayılov da var. 3-4. Yenə də deyirəm bu ad, soyad ikisi bir şeydə olmalı. Bu ikisi adı deyil. Bir data olmalıdır bir sahədə. Bu dədə baba qaydadır. Davam edək. 8-ci sual. A variantı. Elektron cədvəldə D5 xanasında verilmiş düstur. Hansı xanaya köçürmək olar? Aha. Maraqlı sualdır. Gəlin baxaq. Deməli, bu düsturda minimal sətir nömrəsi 3-dür. Deməli, mən bunu maksimum 2 addım yuxarı qaldıra bilərəm. Yəni, bu D4-ə keçsə, bu olacaq D2. Bu D dartacaq D3-ə, bu olacaq D1. D2-yə, yəni 2 nömrəli sətirə və yaxud 1 nömrəli sətirə keçə bilməz. Bu keçdi. Ən kiçik bu düsturda da sahə adı C-dir. Maksimum A, B, C. Yəni olduğu yerdən sola doğru 2 addım addımlatmaq olar. Yəni D-dən də maksimum A, B, C, A, B, maksimum B-yə addımlatmaq olar. A-ya addımlatmaq olmaz. Ona görə 9-da cavab B. Çünki gedib olmayan bir xanaya müraciət etməyə çalışır. Bu da error olar. Yəni 9-cu sualda B variantı. Ümumiyyətlə B3-ə keçmək olurmu? Gəlin baxaq. B3-ə keçirsək, bu nə olur? A, B, C, D. A, B, C de 2 attım. Okey, bu A olar. Bu da ki D2 olar. Okey. Olar. Problem yoxdur. B, C, D. Okey. 10-cu suala keçdi. Elektron cavabda A2 deposuna qurulmuş diaqram verilmişdir. CB xanasına xanı müəyyən edin. Deməli, bunu necə müəyyən edəcək? A1 nə? A2 ilə B2 eynidir. Baxın.
Buradan elə gedə bilərik. A2 nədir? C1 plus A1 plus 10. Deməli C1 x-dir, A1 3-dür, bu da 10'dur. X plus 13 o zaman bərabər olur 4 dənə 4 dənə x plus 4 bölünmüş 2'ye. B1 çünki 4'tür. Bunlar ixtisar getdi, 2 qaldı. Belə çıxır ki, x plus 13 bərabərdir 2x plus 8'ə. Onda belə çıxır ki, x bərabər olur o zaman 5'ə. Yəni onun sualda cavab D variantı doğruca. Akses verilənlərinin əsas tiplərinə aid deyil 11-ci sualda. Deməli, currency pul vaydı var. Belə bir sual qəbulda gözlənilər. Date time var. Number var. Fuat. Aha. Deməli, tip deyil. Gəlin bir akses açaq. Mən sizə göstərim burada. Köhnə akses açaq. Bu hər hansısa bir online qrup açdıq. Tutaq ki, nə bilim, Uptrends Details'da boy sütunu var. Bir dənə düzdürmü? Keçək bunun viewsundan datasheet yox, design view'a keçək. Burada görsədək ki, flat ümumiyyətlə, yəni bir var tip, bir də var tipin ölçüsü. Tipin ölçüsündə də yoxdur. Double falan var. Tip adlarında, data type'larda diqqətləsək, burada baxın, defaultda heç bir flat deyə bir şey görmürük. Nəinki tip yoxdur, hətta tip size da yoxdur. Yəni 11-də C variantı doğru cavabdır. Mətn redaktorunda ifadəsən bold və italik əmri tətbiq edilir. Seçiləndən sonra ifadəsən seçilib və tətbiq edilsə bold və italik altdan xətt olası deyil. Burada yalnız bolddur, yalnız italikdir. Bold və italikdir. 12-ci sual A variantı doğru. HTML kodu səhifənin arxa fonuna şəkil əlavə etmək üçün hansı atributdan istifadə olunur? Aha, aha, aha. Falan şəkil əlavə. Şəkil əlavə etmək üçün backgrounddur, bc kod. Söhbət body təqindən gedir. Body təqinin içindən gedir. Buna görə 13-cü sualda C variantı bc rəngdir. Bu rəng əlavə etmək üçündür. Bu şəkil. HTML kod fraqmentlərinə əsasən hansılarda yalnız qalın şriftli yazı əks olunacaq. Bunda çünki botdur, yəni digər formatlar olmayacaq demək istəyib, yəqin ki. O burada italik görürəm, bunu yox. Yəni o burada italik altdan xətti və italik var, bu da yox. Burada bəli, yalnız B və strong. Cavab 1-4-dür. 14-cü sual A variantı çox dərinə getmirəm. Altdan xətti, qalın, hətta burada italik belə var. İndi dəyişən daxil olmuş hansısa ən kiçik qiymətə proqram ekrana 256 ədədini çıxışa verir. Gəlin baxaq. Proqram 256 ədədini çıxarışa verməkdən ötürü 4 üstü 4 256 etdiyindən kod 4 dəfə 4-ə vurulub. Deməli bu proses 4 dəfə icra olunub. Deməli 4 dəfə hansı ən kiçik qiymətində? Deməli ən kiçik deyir deyə bu eni biz bu en ən kiçik olanda bu en də bacarıq qədər ən kiçik olur. Onda çıxışa gedən en yəni hansı ki çıxışa gedən el 58 65 intervalını ödəyirdi. Çünki plus 8 65 intervalını ödəyirdi. Bizə burada ən kiçiyini götürəcək 58. 58-i 4 dəfə üstünə 8 gələrək 58 alıb. Deməli 4 dəfə 8 çıxacaqdım. Bu edəcəkdi 26. Ya, neysə 26-ya vuranda edər. Neysə 26-ya vuranda edər. 4 dəfə 8, 58. Okey, maraqlıdır. Mhm. Mhm, mhm. Neysə 26-ya ona vuranda 58-dən düz çıxdı. 4 dəfə 38. Okey. Deməli belə. Hmm, hansı hansı mən tam düz hesablayırıq da düzdürmü? 58 bir dəqiqə belə bir ona vuranda 6. Mən bu sualı yazacağam, yoxlayacağam. Ola bilər gecə saatlarına görə beynim yanır. Enə mənim set float input. Yəni bizim tapdığımız dəyər 2,6-dır. Aha.
Daha sonra n-ə mənimsət n vurulsun 10. Daha sonra isə k-ya mənimsət 1. Daha sonra isə nə qədər ki 256 ən kiçik. Bu da bu n kiçik 57. Daha sonra n-ə mənimsət n plus 8. Daha sonra isə k-ya mənimsət k vurulsun 4. Daha sonra isə print k işləmi. Baxaq icra edirəm. Okey. Yazıram bura nə? Mhm. Mən 2,6 yazacağım. 256 alındı. İndi buradan 2,6-dan balaca 2 dənə qiymət var. 2,5, 2,4. Biz nəyi səhvlədiyimizi bilməkdən ötürü mən yenidən stop enter edirəm. 22,5 verəcəm. Bu da 256. Biz nəyi səhvlədik ki, bəs burada mənə maraqlıdır. Harda çıxmada səhvlədik. 2 tam. Ay. Deməli 2,4. Aha. Deməli səhv nədir? Bu 58 deyil. Bu kiçik də mən bunu kiçik bərabərdir kimi görmüşəm. Bu səbəbdən dolayı bu 57-dəndir. Yəni 57 çıxılsın, 4 vurulsun 8. Yəni bu şərtin ilk pozulduğu yer 57-dən kiçik olmayan 57-dir. Bu səbəbdən dolayı, yəni onda bu 65-i yenə belə bir şey. Hə, deməli belə. Mhm. Bu səbəbdən 57-dəndir. 57-dən bu da artıq onda 65 da 58-in üstünə adama deyərlər. 8 gələndə 65 eləmir axı. Nəysə, cavab 2,5. 2,6 deyil, 2,5-dir. Pythonda tapılmış proqramı necəsini mən edim. Deməli deyir ki, eni aralarına 5 qoymaqla joinlə elədin. Okey. Deməli, bunların hamısının arasında 5. Bu arada sətirlərin join eləmə prosesi abituriyent proqramında yoxdur. Bura niyə 2 dənə 5 qoydum? Sonra deyir ki, for in 1 if I count 5 böyüksə 0. Yəni bir şeylərin içinə 5 qoyasan və biçirəsən, boşluğa görə doğru yazsan, sonra boşluğa görə doğrayanda bu tərəfdə də bu tərəfdə də 5 sıfırdan böyüksə kanı. Üçündə də olacaq deyə 16-cı sualda cavab B. Yəni niyə görə? Sonra splitləyəcək. Niyə görə? Üçündə də dedim və cavab avtomatik B çıxdı. Bunların hə, i ilə n arasında 5-nin, f-nin, f-nin, onun, o-la boşluğun, boşluqla 2-nin və beləcə davam edir. Sonra boşluqlara görə böləndə alınan ksoklarda, sətir ksoklarında içində 5 olacaq. Bunda da olacaq, bunda da olacaq. Ona görə cavab B variantı. D. Python dilində keçdik. Proqram neçəsini müəyyən edin. F1-2. F1-2 getdi bura. Əla. Deyir ki, burada 1 plus D2. D2 nə hərəkdir? D funksiyası içinə göndəriləni 2 vayda atırıb geri qaytarır. Deməli, onda 1 plus 4, x artıq 5 olacaq. X 5-dir deyə D 5 olacaq. Plus y nədir? Bizdə hələ də 2-dir. D5 bizə gedib 7 kimi qayıdacaq. Yəni bu D5-in yerində 7 plus 2 bizə verəcək 9. Aha, x plus y. Yəni nəyi səhvlədik ki? Nəyi səhvlədik ki? Deyəsən o get saatları bizə. Çünki 5 plus 9 aldıq. Da, o da yoxdur bir dənə. Bəlkə 2 dəfə eyni şeylədik deyə. Deməli belə. Dx. Baxın. X 1-dir. Y 2-dir. X 1-dir. Y 2-dir. X 1-dir. Aha. X da 1-dir. X getdi bura. 1 plus. Bunun yerinə artıq 3. 1 plus 3 bu 4 elədi. X artıq 4'tür. D4 plus 4. Yox. Y-imiz nədir? 2. D4 bizə 6 kimi gələcək. 6 plus 2 bu bizə 8 qiymətini verəcək. Əla. Aha, deməli 8 qiymətini verəcək deyə x4, y8-dir deyə 4 plus 8 bu bizə 12 qiymətini verəcək cavaba. Python-da tərtib olunmuş proqramın nəticəsi idi. Ayırdım. Bu nədir? Deməli. Aha, bu
ədədin rəqəmlərinə baxılma prosesidir. Toplamaq əvəzinə sıfırdan çıxır. Deməli, rəqəmlərinin cəminin əks işarəsi olacaq. Aşağıda da 259 var. Yəni bu rəqəm cəmi mənfi ilə sadəcə. Deməli, B sıfırdan böyük olduğu müddətcə B-yə mənimsət XB bu bir dəfə işləyəcək axı. Aha, baxaq da 259 hər ehtimalla girdi içinə. 259-un rəqəm cəmi bizə qaytarılan bir şey 10, 16-dır, amma mənfi ilə qayıdacaq bəyaqları vururlardığına görə promoy mənfi birbaşa mənfi 16 alınacaqdır. 18-ci sualda, yəni bu dövr cəmsi bir dəfə işləyəcək, ikinci dəfə şərt ödəməyəcək. Yəni dedim ki, burada çıxılsın olduğuna görə. Cavab Y. Yəqin ki, bəzi yoldaşlar belə çaşa bilərdi. Necə? 16, 16-dan baxa bilən 7, deməli 7 çıxsın. 0 cavabı yoxdur cavabda. Maraqlıdır. Çox maraqlıdır, xoşum gəldi bu arada. Hmm, hı -hı, hı -hı, hı -hı. Davam edək. Deməli, Y variantı oldu. Növbəti sual. Deməli, THSC ifadəsinin hər bir simvol əlifbada özündən vəsədə yerləşən simvollardır. Bu ifadanın şifrini müəyyən edin. Okey. Yaxın simvolları axtarıram. S ilə T. S ilə T. Deməli, bərabər simvollar yoxdur deyə. ST-dən əvvəldir, düzdürmü? Buradakı simvol şifrəsi, buradakı simvolun şifrəsindən bir addım əvvəldə olmalıdır. Deməli, burada 2 addımdır, 19-da ona görə çıxdıq. Sonra UW-dan yenə 2 addımdır, çıxdıq. Sonra V, aha bu ola bilər. Bu ola bilər, hələlik buna. Deməli, bu ola bilər, baxaq. Sonra V W-dan bir addım əvvəldir. Bu da ola bilər. Aha. Bu ola bilməz artıq, çünki W V-dan əvvəl deyil. Bu belə. İş şərt bu olsa, T deməli X-dan əvəz olunub. Yəni 4 addım hərəkət edilib. Onda H 4 addım hərəkətləyəndə elə düşür. C isə 4 addım hərəkətləyəndə E-yə düşmür. Gəlir düşür F C-yə. Ona görə bu da çıxdı. Cavab 19-da D qalır. Yoxlaya bilərik. Deməli, TW-nin əvəz olunubsa 3 addımdır. H 3 addım keçəndə İJK, S 3 addım sağa keçəndə V, bəli, C da 3 addım sağa keçəndə F. 19. İcra yalnız 2 komanda yönetilir. Ən az sayda komandalar arasında 19 ədədindən 93 ədədi necə alınır? Deməli, bunun yenə gedək. Ən az sözü vurğulanıb. Bu suallardan biri var idi. Orada ən az sözü vurulmayıb. Ağac çəkəcəm mən sizə üçün bunu tam ətraflı izah edə biləydi. Növbəti ildə olan uşaqlar köməkli edə biləydi. Deməli 19-dan üzərinə 2 əlavə edib çox güman ki mən bunun 19-un üzərinə əslində görsənir 19-un üzərinə 12 gəlib 3-ə vursam belə bir proses əldə eləyə bilərəm məncə. 12 gəlməkdən ötürü 6 dəfə 2 gəlməklə görsəndi, elə görsəndi 20-ci sual. Çünki ən rahatı budur. Yəni dərinə getmirəm. Belə də amma ağac quraraq bundan əvvəlki 8-ci sınavda da falan belə eləmədim. Çünki niyə görə? Sən əgər bunu 2 dəfə 3-ə vursan, dost, bu çox böyük ədəd olacaq. Artıq 3 rəqəmi keçəcək. Bu ola bilməz. Ə, yəni ə, və axırıncı 2 əlavə et. Bundan əvvəlki bir şey 89-dur. 89 yox, hani bu 93-dən əvvəlki şey 91, 91 3-ə bölünən deyil. Ona görə bu ola bilməz. Belə də bu 4 dəfə 1 8 çıxsam 93-dən yenə 93 85 də bölünən deyil. Bu da keçər. 2-yə vurub üstünə 12 gəlsin. 2-yə yox. 3-ə vurub üstünə 12 gəlsəm etməz. 93-dən 12 çıxanda edir 81. 3-ə bölsəm 27. Ona görə elə cavab A qalır. Keçdik 20-ci sualda A variantı doğru. Pythonda tərtib olunmuş proqram təyinatını müəyyən edin. Sözlərə doğradır. Deməli, daxil edilmiş hissədə simvol başlanmış kimi. Yox, aralarında bir boşluq daxil edilmir.
olan sözlərdən ibarət sətir üçün deyə bir ifadə olunmalı idi burada. Ki, sual daha düzgün olsun. Burada bir də nida atıram. Daha sonra deyir ki, əgər içində C simvolu varsa və sıfır simvol, ilk simvolu S çıxardır. S saydır. Bu şərti ödəyən say nə? B-nin boşluqlara görə ayrılmış hissələrindəki həmin hissədə əgər C simvolu varsa, say sıfırdan çoxdursa varsa və həmin A0 aha bu sözdən deməli o A0'dır burada. Diqqətləyin. A0 deyilsə. C0, I0 değil burada. A0'da buna dikkat edək. Deməli, sətir özü D ilə başlayır və içində C simvolu olan sözlərin sayını çalır. C simvolla başlayır və ya keçdi, daxil edilmişsə də C simvolu ya. Uyğun buna gəlir. Uyğun buna gəlir. 21-ci sual. Amma burada A0 yox, C0 olmalıydı. Çünki bu sətirin özü yox. Sətirin özü yox. Daxil edilmiş sətirdə D simvolu ilə başlayan və təkcə C simvolu olan sözlərin sayı. Burada A0 yox, C0 olmalıydı. Burada biraz cevabı sual tam biraz. Sonra 22. Python dilində tərtib olmuş proqram nəticəsini müəyyən. Oy, oy. Deməli, Boolean 3-dən deməli. Belə eləyək də, gəlin, i 3 qiyməti nədir? Deməli, 4-ə böləndə yazaq belə. I 3-dür, 4-dür, sonra 5-dir, sonra 6-dır, sonra 7-dir. Cədvəli bölü üstə qurdum. 8-dir, 9-dur. I 4-ə bölünəndə biraz fərqli işlər görüyor. I 4-ə bölünəndə, yəni I 3-də 4-ə bölünmür. 4-ə bölünməyədiyinə görə yalnız üstünə 1 gəlir. Yəni ES-yə girir. Diqqətləyin. I 4-ə bölünən halda üstünə nart i-ni gəlir. İyni gəlir. Yəni bizdə 4-dür. Daha sonra 3-ə də bölünürsə həmin o 4-ə bölünən üstünə bir də i gəlir. Əks halda bir dənə i çıxır. Yəni çıxırsın onda burada 4 deyəcəm. Çünki 4 3-ə bölünmür. Davam edək. Bir də 4-ə bölünən bu arada 3-ə bölünən yoxdur deyə qalan hamısı üçün plus 1 olacaq. Bax, bu plus 1 çünki 4-ə bölünmür. Bu plus 1 4-ə bölünmür. Bundan görə plus 1 diqqətin bura düşür. Ha, bu 4'e bölünür. Üstüne 4 gəlir. 8 gəlir. Sonra həmin bu e, 3'e bölünmür deyə bu girintinin içində. Təzədən 4, 8'i çıxmalı sualdır. Bir də plus 1. Deməli 1, 2, 3, 4, 5 dəfə plus 1 olacaqdır. 22-ci sualda C variantı doğrudur. ADSL modemin ötürmə sürəti budur. Faylın ötürməsi 20 saniyə və verirsə. Onun həcmini 2 baytla hesablayın. Hesablayaq da. Deməli, bunu 2048 vurulsun 100 kimi yazacağım bunu. Bu sürətdir. Vurulsun 20 bu qədər bitimiz olacaq. Ümumi bit. Yəni belə deyək. Saniyədə bu qədər ötürürdü. Saniyələr ixtisar olundu bu qədər. Bunu indi rahatlaşdıraq. Bu olacaq 1000 vurulsun 2 üstü 11. 2048 211'dir. Bir dənə də vurulsun 2 deyəcəm. 1000 hardan çıxdı? 100 vurulsun 10. Belə parçaladım. Bu qədər bitdi. Heç nə. Bu da edir 500. 502 byte. 2 üstü 13'e böləndə if-so. Python-da vuruş proqramı neçəsini müəyyən edin. Deməli, cavabını tapdıq 23-də. 502 byte. Görək 502 byte. Okey. Deməli, S minus n cəmi, S minus n cəmi. Hər dəfə S minus n cəmi. Oy, oy. Daha sonra S minus n. S minus n deməli, neçə eləyir? 20 vahid 20 vahid artır. 20. Əla. S minus n başlıqda mənfi 100'dür. Okey. Mənfi 100 plus hər dəfə bax plus 15 çıxılsın mənfi 5 20 eləyir. 20k
Bu şərti pozur, yəni 2 bu dövr dayanır. Aha, aha, nə olur? Deməli, 50-dən, mənfi 50-dən böyük şərtini ödəyir. Ona görə 20K böyükdür, nə olur? Mənfi keçir burada 150-dən böyük şərtini ödəyir. K böyükdür, 2 tam neçədir? Deməli, K 3'dür. K 3'dür. Bizdən də S deyil. S hər dəfə 15 vaid artır. 100 idisə, 100 idisə, deməli, olur 145. Yəni, niyə görə? 100 plus, yəni, K-nı tapdıqda biz 3. K 100 plus 15 vurasın 3. Bu da edəcək 145. Yəni 24-cü sualda cavab 145. Nəticəni müəyyən edin. Yenə eyni format sual. Deməli, bu şərt pozulmalıdır ki, yəni 200-dən böyük olmalıdır. Böyük bərabər şərti ödənməlidir. Nə? S-lə N-in əvvəlki cəmi 60 idi. Hər dəfə onların cəmi 45 vahid artır. Deməli 60 plus 45 dənə K, yəni K burada dövr saydı. Böyük bərabərdir 200 şərti ödənir. Onda 45 dənə K böyük bərabərdir 140 şərti ödənir. Onda K böyük bərabərdir 2 tam 3'e vuran neçədir ki? 135 ilə. Nə özən deyirsən? 3 tam 45'e bölündü. 120, 103 tam neçəsə şərtini ödəyir. Yəni, bu demək ki, K bərabərdir 4. Ən kiçiyində çıxır. Və bizdən eyni çıxışa verib, yaxşı, bəlkə belə getir də. Eyni çıxışa verib. Da başlarda 40 idi. Hər dəfə üstünə N'in 25 gəlir. Yəni 4 dəfə işləyib. 4 dəfə 25 gəlsə edəcək 140. Cavab 140 25-ci sual. Keçdik 26-cı suala. Proqram nəticəsini müəyyən edin. Allah. Deməli, cütlərdə üstünə i gəlir. Hamısı üçün üstünə 2 gəlir. Deməli, bu belə eləyək də 0, 1, 2, 3, 4, 5. 6 dəfə işləyir. Yəni bu 6 dəfə işləyir. Çünki heç bir şərtdən asılıdır. Yəni 2 vurasın 6 bu cəmə yazsaq. Sonra cütlər və təklər. Cütlərin üstünə cüt deyəndə 2-yə bölündə qalada 0. Yəni bir budur, bir budur, bir budur. Yəni işləyir 3 dəfə. 3 dəfə hər dəfədə üstünə gəlir. Deməli buna görə 0, 2 və 4-cü cəmə. Bu ilə də plus 6. Digərlərində isə minus 1-dir. Hansılardır? Bunda, bunda və bunda. Yəni minus 3 deyək. 6 plus 2 dənə 6. Belə eləyək. 6 plus 2 dənə 6 minus 3. Bu da edir 15. Bu demək ki 26-cı sualda cavab 15 cavabıdır. 27-ci sualda diqqətli olaq. 27-ci sualda deyir ki, say sistemin əsasını müəyyən edin. Bunu tez tələsi həll etmək olar əslində. Necə həll etmək olar? Gəlin diqqətlə baxaq. Deməli, 1,9 plus 1,7. Deməli, 1,9 plus 1,7 8 də ola bilməz. 1,7 işlə. Dəqiqdir ki, 8 də ola bilməz. 8 də niyə görə? 9 oldu. 4 plus 2 8-likdə ətəyi 1 etməz. Bu mətəyiqin ki, heç bir nəd olmayacaq. 0, 0, 1, 1. 1 plus 1 0 etməz. Bu da olmaz. 6 plus 4 qalıqda 2 verirsə, bu ilə 8-likdə yoxlayaq. 90% 8-likdə yoxlayaq. Baxın. 6 plus 4 10 eləyir. 2 qalır 1 yadda. 7 plus 4 10. 7 plus 4 11 edir. 1 yadda 12 edir. 12 8-ci hissəsində 1 4-dür deyə 1 4 2. Əla. 1-ə D variantı uyğun gəldi. 16-lıq say sistemi. Bu buna oxşayır. Çünki bunun 16-lıq bu keçdi. Çünki 6 3 plus 4 1 etməz. 3 plus 4-ün, yəni 7-nin eyni say sistemində 1 etmək üçün bu ola bilərdi 6-lıq say sistemində. Ona görə Y heç birinə getmir. Okey.
İkiliyə birbaşa elə deyə bilərik, bu C gedir. Səbəb nədir? Rəqəmlərə diqqətli. 16-lıqdakı 1,9 plus 1,7 plus 1,7. 9 plus 7 16 edir. 16 için 0 bir yadda. 1 plus 1 2 eləyir. Bir yadda da 3. Bu demək ki, ikidə də cavab vardır. Keçdik növbəti suala. Girişə verəcək natural ədədlər kimi bütün natural ədədlərin cəmini tapan şərt. Aha, belə bunu xətti yazaram. Mən heç yormaram özümü. Yəqin ki, dövrü düşünülür. Çünki girişə veriləcəyi natural ədədə kimi o ədəd də daxil, en daxildir. Taplardan ötürü ədədi silsilənin düsturunu tətbiq edərəm. Bu 1 plus n bölünmüş 2 vurulsun n kimi yazaram. Sonra da çıxışa verərəm. Yəni bu ödəyəcəyi yoxlaya bilərsiniz. 1 plus 5 bölünmüş. Yəni bu belə eləyə bilərəm. İndi deməli, bunu dövrü isə yazmaq istəsə, söhbət bu sualdan gedir. Gedə yazaq. Deməli, eni girişə verirəm. S-in başlanğıc qiyməti 0, çünki dövrü proses olur. Deməli, birdən enə kimi indi daxil dediyinə görə başlanğıc qiyməti i-nin 1 verdim. Enə kimi n də daxil sözünə görə i n-dən kiçik bərabər olduğu müddətcə i n-dən kiçik bərabər olduğu müddətcə hər dəfə nə edəcək? Sadəcə və sadəcə s-in üzərinə bu ədədi gələcək. Ə, deməli belə keçdi. Hə, yox, daha sonra isə son. S-i çıxardıb daha sonra isə sonlandıra bilərik. Belə şəkildə olar. Okey. Qeyd edim ki, bu fiqura girmir, bura girir. 29-cu sual açaq biz yenə də proqramı. Natural ədədin 2-nin hansı ən böyük qüvvətinə tam bölündüyünü. Okey. Deməli ki, işə verilən daxil ediləcək natural ədəd. Misal üçün, sualı görmək istəyirəm. Bir türlü çəkə bilmədim. Kənara görək. Aha. Deməli, nədir? 96, 32. Əla, girişə verilən natural ədədin int input, int, ə, deməli, int input, yəni ədəd tipində götürdüm. Bunu çox rahat eləyə bilərik. Ən böyük. Deyəcəm ki, belə get. Yəni, qısası, bir dənə bölənim var, 2. Nə qədər ki, bu n, deməli, belə, bəs bölünməsə? Yox, 2-dən başlatmır. Onda 1-dən başladırıq. Hələ 1 də 2-nin qüvvətidir. Küssü 0-dır bölünür. Əgər bu n bölünürsə b-yə, onda sadəcə b-ni 2 dəfə artır. İndi baxın. Və yekunda məsələ nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, bu bölünməyəndə çıxacaq. Bölünməyəndə çıxacaq. Yəni, əgər mən yazsam ki, print et b görüntüsü ilk bölünməyən ədədini çıxardacaq. Tutaq ki, deyirəm, elə yazaq 96, 64 qiyməti çıxar. Gördüyünüz kimi. Deməli, axırıncı prosesi sadəcə dala çəkməkdən ötürü. Ya bunu belə eləməliydim, ya da yox, bunu bölməyim səhv olar. Elə belə. Belə yaxşıdır. Deməli, 92, 96 yazıb yoxlayaq. 32 tam doğrudur. Növbəti sual deyir ki, alınan ədəddə tək rəqəmlərin cəmini tapan proqramı. Ay, 16-lıq bundan yəqin ki, arxada bunun cavabları verilən yerdə indi xüsusi bir həll var, genel həll. Biz biraz başqa cür yazarıq. Deməli, klaviaturun da 16-lıq saat çünki həm də gec saatlarıdır. 16-lıq saat sistemindəki klaviaturadan daxil olunacaq ədəd sətir tipində olar. Bunu S verim, bir dənə ələbil adını S qoyayım. 16-lıq saat sistemindən 10-luq saat sisteminə keçirdirmək üçün tək ədədlərin nəyin istəyir o cəmini? Okey. Keçirtmək üçün mən nə istəyəcəm? N ədədi deyəcəm. Deyəcəm int konstruktorundan düzgün istifadə et. 16-lıqdan. Bəli, biz nə etdik bu? 16-lıq
Sıfırdan onluğa geçtik. Okey. Daha sonra onluğa deyəndə 16, 16'dan lıqdan demək düzür. Azərbaycan dili qaydasına görə tirəkdən sonra yalnız və yalnız onu onluğa bir son şəkilçi və yaxud heca olar. Onluq səsini keçdik. Əla. Sonra bunu bir sətir olaraq təsəvvürləyəcəm. Niyə görə simvol sayacağım içində. Ə, və yaxud eləyək də cəmə başlıqda 0 verək. Simvol olaraq baxmayacağım. Deyəcəm ki, nə qədər ki n hələ də ondan yox, sıfırdan böyükdür. Ədədin cari vəziyyətdəki rəqəmi, bu ədədin cari vəziyyətdəki rəqəmi, okey. Əgər ki bu rəqəm cütləyib təkdirsə, onda cəmə əlavə et bu rəqəmi, okey. Print et rəqəmi. Deməli, cəmlərini belə yazacağım. Çünki 16'dan onluğa çevirmək üçün 50 min dəfə funksiya yazmışam. Hətta ilk OTK sınağı olmuşdu. Ya bilmirəm işləyənləriniz olar. Orada belə elə bir sual yaratmışdıq biz. Sonra da onun 4-5 cür həllini vermişdik. İndi mənə 16'da FF deyər bir ədəd olsun. Balaca yazmaq olarmı? Əlbəttə ki, olar. 255 ədədi cavab 10 verməlidir. 10, okeydir. Nə bilim 16'da olsun. Tutaq ki, deyirəm, A7 ədədi artıq A7 ədədi bu 8 verir. Gəlin baxaq niyə. A 167 bəli 8 verir. Tam doğrudur. Ümidvaram bu videoda sizə xeyirli bir şeylər oldu. Abunə olmağı unutmayın. Like etməyi, paylaşmağı da unutmayın. Fikirlərinizi kommentlərdə bildirməyiniz bizim üçün çox önəmlidir. Yəni əgər sizin istəklərinizə doğru daha yaxşı videolar çəkərik yəqin ki. Belə. Sağ olun, salamat qalın. Növbəti videoda tezliklə görüşərik.